Evdə nə var hamısını satıb. Rayonda hər şeyimizi satıb. Döyüb eləyir uşaqları. Maşın çıxsa vuracaq, yazıq şoferlər bəla girəcək. Qorxuram uşaqlar ya ölsə. Qorxuram. Xahiş eləyirəm, nə olar? Dövlətdən xahiş eləyirəm. Tüm xalqıdan xahiş eləyirəm ki, qoy aparsınlar onu xəstəxanaya. Beziblər, Allah uşaqlar bezib, ailə uşağı bezib, Qurana and olsun. Görürəm ki, nə baladır, nədir, nə dərddir. Evdə qazanc gedir, problemdir, insanın gözündən düşürsən. Olmayanda əsəbli lomkada da məsəb tutur. Ya uşağı gəlir yanıma oynamağa, oynamıram uşağı, bununla əsəbləşirəm. Ya tülləm deyirəm o tərəfə get. Ya zanım ağrıyır, zanımla əlləşirəm. Mühasibadan sonra görürəm, rahatsızlıq gəlib canına, sonra götürüb qızağlayıram. Sənin neçə yaşın var? 12. 12? Hə. Sən də papaya kömək edirsən, el qabı yığırsan? Hə. Gündə nə qədər ispiriş götürəcəm, əlimə belə çıxmasın. Suyu gətirirəm, onu elə, pişirirlər. Gündə bir dənə damağa yiyirəm, çək, palqa, ura. Evdə uşaqlar, onun üstündə yayıl vermişsin, uşaqlar da bitər olur. Mənim yazığım uşaqlara gəlir ən çoxu. Hel, kapron yığırlar, gətirirlər. Salam. Sağ olun, yaxşı sətərsiniz. Təzə çəkiş aparırsınız yoxsa burada Bəli. yaşayırsınız? Yo, təzə çəkiş aparıram. Sağ olun, çox sağ olun. Deməli dostlar, bu günlərim sizə bir nəfər insanı təqdim eləyəcəm, hansı ki 9 uşaq atasıdır və narkotikdən əziyyət çəkir və bizə müraciət elədi ki, çəkiliş eləyək, bunun həyatını işıqlandıraq, həm də dərdini desin, biz çəkək, bir yerdə dinləyək, dərdinə şərik olmağa çalışaq. Sən burada qalsan da, hə? Hadi de burada qalacaq. Bu balaca uşağın budur. Bəli, bax balacası budur. Balaca oğlan. Deməli 9 uşaq, anası bir də siz 11 nəfər. Bəli. Bu balaca evdə qalsınız. Bəli. Kirədir də burada yəqin. Hansı bölgədənsiz? Biz Yevlaxdan. Yevlaxdan. Kürdlərsiniz də siz. Biz Kürdük, Azərbaycan Kürdüyük biz. Hə. Heç sən oturaq indi bir yerdə dərdini dinləyək. Neçə yaşın var Mübariz? 36 yaşım var. 36 yaşın var. Neçə ildir bu ağ ölümün qurbanısan, narkomaniyanın? 10 ildir. 14? 14 ildir ya. 14 ildir. Bundan əvvəl hər şey yaxşı idi, gözəl idi. Ailə uşağı, mehribançılıq var idi. 9 uşağınız var. Bəli, 8-i doğulu, bəli, biri isə hamilədir. bəli. Bir də dünyasını dəyişdi də ondan. Bir nəfər də dünyasında iş, beləmi? Bəli. Bəs qardaşım, bu uşaqların durumu nətərdir, sağlıq durumu? Şükür Allaha yaxşıdırlar. Narkotik istifadə eləyə, yəni uşaqlar dünyaya gəlib də. Bəli. Nə işləyirsən? Hel qabı yığıram məsələn. Dəmir qabı yığırsan. Metalla işləyirəm, bəli. O 2 dənə körpə uşaqlar da mənlə bir yerdə əziyyət çəkirlər, zülm çəkirlər. Gedirik səhər tezdən axşam gəlirik. Tüm günümüz elə zibilliyin içində idi. Hel qabı zad yığılmaq, aparıb satırıq eləyirik. 10 manat, 15 manat, 20 manat. Onda gətirim evin pulunu verim, oradan yeməyi var, içməyi var. Qazancım yarısı narkotika gedir, yarısı evə işə gedir. 9 uşağa 10 başsız da evdə, 10 nəfərsiz. Ana necə baxırsan ona? Allah sənin kömək olsun. Üzüm, əllərim dağın olub, onsuz. Şüşənin zadın içində olur. Bütün gün əllərim zadın kəsilir eləyir. Yəni Allah hamd olsun,
Çox əziyyət çəkirəm, həqiqətən də zülümdür. Gələr olur, gecələr də çıxıram, zibilxana falan verirəm ki, bir şey olsun. Gətirirəm, gecədə yığıram, qoyuram qapının ağzına, arabanın içindən. Bir də döyürəm, bir çəkən çay içirəm, oradan da durub çıxıb gedirəm. Səhər-səhər də gedib işləyirəm, üstündən yığıb aparıb satıram metaloma. 2 qəpiy olsun da. İşte bu, rahatsızlıq olsun da ola bilmir. Çox belə zülüm həqiqətən də Allah. Belə imkanın kimi nəyə satırsa köməkdarlıq eləsinlər. Sən indi sağalmaq istəyirsən, hə? Bəli, Müalicə olmaq, Bəli. narkotikdən qurtulmaq istəyirsən. bəli. Sən nətər oldu başladın Naim mübarizə? Heç nə də belə oturmuşdum, gəldim, işləyirdim mən onda, Maştağada işləyirdim ustalarla. 2 dənə usta ilə işləyirdim, Ağlay ustaları ilə. 14 il bundan qabaq. Bəli, yəni qazancımı eləyirdim, gəlirdim evə, bir həftədən bir gəlirdim evə, baş çəkirdim. Onda mən Xocəsəndə qalırdım, kirada qalırdım. Gəldim, gördüm ki, uşaqlar otururlar. Başladım içki içməyə, araq zadı yeyib içməyə. Oradan da şimdi uşaqları gördüm ki, oturublar. Məsələn, halqada çəkirlər. İçkili aləmdə olub da. Yaxınlaşmışam, 1-2 tüstanla aldım. Bir dəfə, 2 dəfə. Ondan bir başladım, gördüm ki, nəsə bir effekti var da bunun. Ondan sonra başlamışam çəkməyə. Çox 2 il, 3 il elə çəkməyim olub. Başlamışam halqada çəkməyə. Ondan sonra təsiri olmayıb. Görürəm ki, pul gedir də, çəkməkdə pul çox gedir. Çatdırmaq olmur adam. Günə hesab edənə qədər 100-150 mal pul gedir. İnsan ancaq istəyirsən ki, çəkəsən. Ağrısı da var da, ağrıya düşəndən sonra başlayırsan ki, cibdə pul, para yoxdur. Onu verən adam gəlir, pul sizə verməyəcək. Ondan sonra başladım spreyşlə mal vurmağa. Yan toçka mal vurdum. Gördüm ki, çəkməkdən xeyli fərqliyi var. Başladım vurmağa. Vurmağa, yəni günümüzdə gəldi, çıxdı bir günə də. Görürəm ki, bədbəxtçilikdir, həqiqətən də bədbəxtçilikdir. Canımı qutara bilmirəm, and olsun Allah'a. Vəziyyətiniz, imkanınız zəifdir də. Bəli. Bu məcburdur ki, bu boyda uşaq dünyaya gətirəsiniz. Saxlamaq da çətindir. İndi birini saxlamaq çətindir, ikisini saxlamaq, üçünü. Sizdə 8 uşaq. Çətinəm, Qurbanım Allaha. Allah Teala zaten hər bir rızsını verir. Hər bir kəsin rızsını Allah verir. İnsan ki, dünyaya gələndə Allah Teala zaten insanın qədərini verir. Rızsını verir, dərişir. Qədər qismətdir. Allah qurbanım, Allah dolandırır. Allah öz kömək olur. Yəni dolanışıq olur, ruzları verilir. Əlbəttə, Allah yetirəndə yetirir də. Allah yetirəndə yetirir, qurbanım Allah. Adları nədir uşaqların? Rəşad, Ramazan, böyük oğlumun adı Rəşaddır. Aha. 2 sənədir. Balacan, Ramazandır, ortancı. Rəmzi, Elçin, Sadiq və Cumadır. 2 dənə qız var. 2 dənə qızdır. Anamın. Fatimə və də Zəhra. Allah saxlasın. Uşaq, qızlar hardadır? Anamın. Sizin ananız yanında. Qaynanın yanındadılar. Onlar saxlayırlar, sağ olsunlar, baxırlar, edirlər öz uşaqlarına. Məktəbə getməzlər yəqin uşaqlar heç aslı. Uşaqlar böyük, bunlar məktəbə gedirdilər. Rayonda iş yoxdur, giz yoxdur da məcbur bir gəlirəm bura. İndi uşaqlara kim baxar, kim göndərər məktəbə? Bir ana olmalıdır ki, məsələn, baxsın eləsin. İndi ailə bir gəlirəm. Bunlar da ki, körpə uşaqlardır. Kim baxar bunlara? Yeməyi var, çayı var, içməyi var ki, durub geçsinlər məktəbə.
Bəs bayaq dedin, uşağımın biri rəhmətə gedib. Hə. Avtoqəzada. Bəli. O da deyəsən narkotikin ucbatından olub, ha? Avar eləmisən. Hə, Onu danış görək, bir qoy cəmaət bilsin ki, narkotik məhv eləyir hər şeyi. Özümə maşın almışdım. Olan birim var idi maşın. Bir gecə mən işə getmişdim sizin açığı. Getdim işlədim, gəldim qapıya, yuxusuz idim. Yoldaşım məni çağırdı ki, dedi, gedək, dedi, şəkil gedək, uşaqları gətirməyə dedi. 3-4 aydır bunları görməm, uşaqları görməm. Dedim, sonrası biraz yatım, yuxusuz olum. Dedi, yox, gedək, dedim, mən yaxşı. Evdə oldu, durdum, çıxdım, getdim. Saat 11 idi. Axşam? Yox, ikiniz 11 səhər. Mən yola çıxanda asfalt elə bir bizdə rayonda asfaltın özü adı, bir dəmir yolun qırağında asfalt var. Bizdə dolaşıq yollardır. Mən Avqana keçəndən 07 məni sıxdı. Yuxusuz idim də. Saxlaya bilmədim. Düşdüm avariyaya girdim. Uşaq gördüm ki, başladı əzir uşağa. Balacaydı uşaq? 6 aylıq bir uşaq. 6 aylıq idi. Üçünüz idiniz ha maşında? Bir də o balaca, Sadiq. O uşaq yanımızdaydı. Yoldaşım mən, bir də o uşaq salama çıxdıq. Balaca körpə dünyasını dəyişdi. Ayaqlar kəsilmişdi. Nəvzəmə. Allah bütün əlləri rəhmət eləsin. Azıb həyat bu olubdu, yəni azılıqdır. Hamısı bunun jübatından da dedi. Xüsus qaldığıma gördüm ki, yəni mən bunu eləməsəydim, yəni bilirdim ki, olmaz idi bu. Xüsusluq, narkotikdir, səni sıxır da, Allah'ım. Evdə 5 manat, 2 manat olanda, məsələn 10 manatdır, bunu məcbursan ki, aparasan. Məcbursan, yəni mümkün deyil. Ağır cana gələndə mümkünat yoxdur durasan. Ağrı gəlir də insana, pis gəlir. O manatı məcbursan ki, evdə dolanışıq olsun, evin çörəyi zadı olsun. O da alınmır, məcbursan ki, aparıb, nəsə alıb istifadə edəsən. İstəyirəm ki, müalicə olum, yaxşı olum. Ailənin gözün qabağından da düşürsən, hamının, millətin gözün qabağında düşürsən. Sən bizə qırıq hörmətin o da gedir. Allah. Günə nə qədər sən narkotikə pul versən, Varis? Əmin vallahi. Ən azı? Ən azından 60 manat, 80 manat pul gedir. Günə? Gör, indi onu ona verməsən, uşaqların xan kimi dolanar. Hə. Həqiqətən də belədir də. Narkotika pul tez tapılır, elə şeylərlə. Eləməyəndə işləyirsən ki, məsələn, başına da gəlmir. Balaca adı nədir? Cuma. Cuma? Hə. Ged oyna ata, ged oyna, ged dedi. İncidir o evdə ailəni narkotikin vaxtı gələndə. Hə, incidir. Uşaq elə olur, uşaqları da döyür. Elə olur, pulumuz olmayanda davazadə olur evdə. Qabdır, qaşıqdır, qırır hər şey, əsəbləşir. Mən də istəyirəm ki, getsin, müalicə alsın, biraz yaxşılansın. Neçə ildir biz beləyik. Evimizdə ancaq dava dalaş var. Hel kapron yığır, uşaqlar verirlər ona, gedib işləyirlər. Ona verirlər, gedir özünü ağrıdan çıxardır. Pampers ala bilmirəm, elə bir çörək ala bilmirik. Səhərdən biz acıq, uşağa banan aldım ki, yesin. Buradan, oradan zibilitən, vazvıra zad olanda gətirirəm, uşaqlarım yiyir. Belə dolanırıq. Məştəqədə müalicə eləmişəm. Xeyri olmayıb. Mən də indi istəyirəm 6 aylığa girsin ki, orada elə bir həkimlər var, sağ olsun. Bəlkə imkan olar, müalicə eləyərlər. Varis, sən getdin 6 aylıq müalicəyə. Sən 9 baş külfətə kim baxacaq? Necə olacaq?
Uşaqlar yenə helqabı yığırlar. Böyük uşaqlar var. Böyük uşaqlar var. Birinin 16 yaşı var, birinin 14 yaşı var. Birindəki 12 yaşı var. Gedib işləyirlər helqabı, gətirirlər, kömək eləyirəm onlara. Kömək eləyirəm. Əzirəm, aparıb satırıq, gətirirəm, kirə verirəm, yemək alıram, içmək alıram. O getsə lap yaxşı olacaq bizə. Mənim yazığım uşaqlara gəlir ən çoxu. Hel, kapron yığırlar, gətirirlər. Mən də ki, məcbur oluram, deyirəm, verin ona, dava olmasın, sizi belə təhqir eləməsin. Bir də deyirəm, verin ona, sonra gedin, yenə işləyin, kirə pulu verək, yemək alaq, axşam evə. Gecə yata bilmirsən. Qıvrılıb qalırsan yerində. İnsanın dişi ağrıyanda bilirsən ki, diş ağrıda, gedib həkimin yanında çıxar da bilirsən. Canın rahatlaşır. Baş ağrıyanda dərman ala bilirsən, aptekdə nəsə köməkdarı olur. Amma bunu yox, bəladır qardaş. Mümkün yox. Deyir ki, ağrıyır. Sən insan arası ağrıyır, özü bilmir. Başının tükünə qədər ağrıyır. Subhanallah, məhdar qalırsan ki, qardaş, can ağrıyır da bunu. Mümkün deyil, getib almalıyam, istifadə eləməliyəm, canım rahat olsun. Məcbursan da ki, o pul geçsin, qardaş. Özünün aslı deyil, yatan. Zülümdür. Nə deyir elçi? Zülümdür, yatan. Zülümdür, vallahi zülümdür. Yəni, Allah'ın da olsun. Çətinçiliklə, yəni, mümkün deyil, dedirlər. Uşaqlar bezib, xırda uşaqlar bezib, qorxurlar. Uşaqları elə bir döyür deyənə, başına psixologiya gəlir. Elə bir o hamısı, nə bilim, tanımıram, bilmirəm. Özləri deyirlər ki, Ağşeydəndir. Biz də, mən də Ağşeyd nə bilib başa düşürəm. Şüşədən, hə? Gözvə belə qara basmalar gəlir. Gəlir, qardaş, gecələr yatmaq olmur. Boğub eləyirlər mənə gecələr. Çünki yaxşı bir şey deyil, axırda da. Haramdır onun özü. Deyirəm, uşaqları çağıram, eləyirəm, əsəb tutur mənə. Görürüm, yazıq uşaqlar Allah gecələ yata bilmirlər. Məndən qorxurlar. Ki, bir də matan bizi vurar, nəyəsi görə də. Biz orla eləyirəm, durub özümə gələndən sonra deyirəm, atam, qorxma günən, yeniden qorxsan. Uşaqdır da, indidən bunun gözünün qorxusundan sonra gələcəyiniz olacaq. Yazıq uşaqlar qorxurlar, məndən qaçırlar. Xoş deyil atam, vallahi billahi xoş deyil. İndi istəyirəm ki, dəmari çalım. Körpü uşaqdır buna bax, nə görəm bu. İstəyirəm ki, bunun da gələcəyi yaxşı olsun da. Bu məndən nə örnək götürəcək? Heç nə. Ata gördüm, narkomandır. Evlad da onu örnəyə götürəcək məndən. Gəl. Almışam özüm bitər, vallahi billahi qardaş. And olsun Allah'a. Uşaqlar qorxurlar, edə məndən qorxub qaçırlar. Allah'a and olsun. Ailə qorxur, uşaq qorxur. Beziblər məndən. Sizin açığı danışaqdır da. Məndən beziblər. Həyatımı məhv eləyim. O da uşaqlara baxaram. Qardaşlarım deyir ki, nə qayrıq, indi tək bacıdır, indi uşaqları var. Atam deyir, habağa kimi saxlayaram uşaqları. Heç olub ki, siz düşünmüsünüz ki, mübarizi uşaqları da götürüm gedim atam evinə qıl qalsın tək. Hə, gedirik. Atam onu təhqir eləyib, anam təhqir eləyib. Ki, ay mübariz, elə bir ailə ilə, uşaqla yaxşı ol, hamı yaxşıdır. Elə bir çox istifadə eləyib deyənə, dostları, tanışlarına. Elə bir bunda elə bir baş qaçıb. Baş gedib, Baş gedib, hə. Evdə nə var, hamısını satıb. Kravatı anam veribdi mənə, Allaha and olsun. Rayonda hər şeyimizi satıb. Nə bilim, qapı qonşular belə kömək eləyir, sağ olsunlar. Məktəb paltarı olanda deyir köynədir. Mən də deyirəm, evi yoxdur xanım, verin, yuyarım, uşaqlarıma gendirərəm. Gedəcəklər məktəbə, sağ olun. Belə də qardaş, Allah'a. Bu da yaxşı bir şey deyil, Allah'ım. İstəyirəm tez getsin, xahiş eləyirəm. Biz də elə bir vətəndaşıq, 6 dənə əskər böyüdürəm. Mən də istəyirəm ki, uşaqlar elə bil maşın çıxsa, döyüb eləyir uşaqları. Maşın çıxsa vuracaq, yazıq şoferlər bəlaya girəcək. Qorxuram, uşaqlar ya ölsə, qorxuram. Xahiş eləyirəm, nə olar.
Dövlətdən xahiş eləyirəm. Bütün xalqıdan xahiş eləyirəm ki, qoy aparsınlar onu xəstəxana. Beziblər, Allah uşaqlar bezib, ailə uşağı bezib, Qurana and olsun. Müalicə olunsam da gəlib yaxşı olar da, hər şey düzələr bilirəm ki, yerinə düşər. Görürəm ki, nə baladır, nədir, nə dərddir. Evdə qazanc gedir, nə bilim, problemdir, insanın gözündən düşürsən. Olmayanda əsəbli lomkada da məsəb tutur. Ya uşağı gəlir yanıma oynamağa, oynamıram uşağı, bununla əsəbləşirəm. Ya tülləm deyirəm o tərəfə get. Ya canım ağrıyır, canımla əlləşirəm. Mal sıfadan sonra görürəm, rahatsızlıq gəlib canıma, sonra götürüb qızağlayıram. Belə olmamalıdır, həqiqətən olmamalıdır. Yaşayış deyil, Allah'ın olsun. Gündə nə qədər ispiriş götürəcəm, əlimə belə çıxmasın. Suyu gətirirəm, onu elə, pişirirlə, gündə bir dənə damağa girib, nə bilim, çək, palqa, ura. Evdə uşaqlar, onun üstü də yayıl eləmişsin, uşaqlar da bitər olur. Yəni, qazanc gedir, narkotikin dalacaq, gedir ona. Hadi bəsdə nə qədər olar, qardaş, bir can nə qədər onu qəbul eləyər. Ölüm gedim ondan yaxşıdır. Bilirəm ki, ailə uşağı nəsə rahat yaşayarlar. Vallahi Allah'ın olsun. Evdə xaldelnik, soyuducu, sonra heç nə yoxdur da, heç nə. Heç nə yox. Stol, heç nə. Aparır, hamısını aparır satır. Aparır, hamısını satır. Aparır, satır, verir narkotika. Ay sağ ol. Dağıdırlar ora. Hava dəyişmiş deyil. Ev təmiz yoxdur, evim Allah'ın. Bir otaqdır, qardaş. Bir otağı məhv eləmişsən. Kapolopuz alıyor. Salar evi alır. İnşallah. Ne olduğunu pulunu yazıyorum artık. Kış aldı yarımsı. Ev aldı yarımsı. Allah'ın olsun. Hamısını aldı diye. Kimler nasıl gitti? İstəyirəm ki, ev yaxşı olsun da. Sadiq Runi dədə. Cümə bala deyəmidir. Maşallah da gözəl balalardır. Allah bəxtlərini gözəl etsin. Sənin adın nədir? Sadiq. Neçə yaşın var? Denən Sadiq. Denən Sadiq. Yəni, bu vaxt məktəb idi, məktəbdə oxumalı idi. Narkotik müzibatından qardaş məktəbə getmir. Allah'a and olsun. Onlar belə zülüm çəkməməlidirlər, amma bax zülüm çəkirlər. Həqiqətən də bu müzibatları deyən ailə Allah'a and olsun. Quran haqqı. Qardaş, gündə gedib gəlirəm, mal da ancaq mal. Böyük uşaq mənə deyir ki, baba bəsində deyil. Bezib, uşağı bezib. Bəsində deyil. O getdik bu inhel qabı yığdıq, apardıq, satdıq. Sən oradan da metalımla birbaşa gelsən narkotikin dalınacaq. Niyə? Pulun yarısını bir aparım, evə çörək zad alım. Deyirəm mən üstünü düşüm, gələcəm də, deyirəm gəlirəm. Gəl, deyir, bilirəm də 100% narkotikin dalınacaq keçsin. O sözü nəyə görə mənə deməli idi, amma deməməlidir. Ki, bu hamısı bu müjbatlardır, dedi. Vallahi, narkotik müjbatıdır. Gəlirəm evə, oturdum, vurdum, getdik, dəvadı, gedən işə, uşaqlara deyirəm. Gedən işə, deyir, aynı işdən gəlmiş ya, axı. Uşaqdılar, yorulublar. Yol gedə ağlama başlayım mən, tutmağa. Nə qarəm, nə iş görürəm mən. Gedib birdir, abarına, amma uşaqlarla evdə oturmalıdır ki, mən qazanc eləməliyəm. Səhər getdim, axşam gəldim, o pulu da evə gətirməliyəm. Birbaşa narkotika gedir. Onun gələcəklərini bədbəxt eləmişəm mən. And olsun Allah'a. Abi bunun yaşı var, qanıcaq elə hel qabıza deyir. Hel yolu mənə gedib, əziyyət çəkir. Onun qazancı da gedir dedi. Allah hamd olsun. Onun da qazancı gedir.
Sənin neçə yaşın var? 12. 12. Hə. Böyüsünə 13 yaş keçir. Sən də papaya kömək edirsən, el qabı yığırsan. Hə. Gelen nedir, giden nedir, felek nedir, kefen nedir, bu dünya öz kefindedir, yağış yağıyor, gün kurudur. Ulduzların Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asılılığı və digər asılılıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim. Bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bugünkü gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. Gördüyünüz nəticəmi 100%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorunun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.